Hər birinizi salamlayıram, gözəl Instagram ailəm. İstədim sizlərlə bir yerdə göy qutabını hazırlayım. Mən həmişə göy qutabına sarımsaq vurmuram, amma bu dəfə gördüm ki, sarımsaq təzə çıxıb, ona görə bir dəstə də sarımsaq qatdım. Həqiqətən də qutab çox dadlı oldu, çox ləzzətli oldu. Sizə də bəlkə fikir ola bilər. Keşniş, şüyüd, dağ keşnişi, şomut, turşən, soğan və bir dəstə də sarımsaqdan istifadə etdim. Göyərtiləri mən əvvəlcə doğrayıb, sonra bol su ilə yuyub, yarım saat sirkəli suda saxlayıram. Xəmir üçün isə un, duz, yumurta, ilıq su və bir çimdik də durujdan istifadə edirəm ki, xəmirim çox yumşaq və qəşəng olsun. Kündələrə tutub xəmir yoğurdum. Siz istəsəz xəmir əvəzinə lavaşdan da istifadə edə bilərsiniz. Mənə kömək olan qaynanam oldu. Mən yaydım, içlədim, o isə bişirib yağladı. Bəlkə sizə də axşama fikir olar. Siz də hazırlayın süfrələrinizi, belə gözəl göyçək qutablarla bəzəyə bilərsiniz. Bizim evdə qutab çox sevilir. Həqiqətən də yoldaşım 2 gündən bir əlində bir kulok göyərti alır götürür gəlir ki, mənim üçün qutab hazırla. Mən də sevə-sevə onun üçün qutab hazırlayıram. Bu arada qızlar, mən göy qutabı, ət qutabı, iç qutabı, yəni bütün qutab növlərini sifarişində götürürəm. İstəsəz direktimə yaza bilərsiniz. Məlumatlandıraram qiymətlərlə bağlı. Budur, qutablarım artıq hazırdır. Göz haqqınıza halal edin. Hazırlayan hər kəsə nuş olsun. Həqiqətən də möhtəşəm, dadı, tamı, duzu, yağı öz yerində.